Heç düşünmüsünüz ki, bəlkə də insanlıq son məqsəd deyil, bəlkə sadəcə bir körpüdür? Baxın, Friedrich Nietzsche'nin Peyğəmbəri Zərdüşt məhz bu fikirlə dağdan enir. Gəlin elə onunla birlikdə bu səyahətə çıxaq və Zərdüşt belə deyirdi kitabının o məşhur, insanlığı sarsıdan ideyalarını bir-bir açaq. Hər şey Zərdüştün 10 illik təkliyə son qoymasına başlayır. Deyir ki, mən öz müdrikliyimdən bezmişəm. Amma bu elə-belə bir bezginlik deyil, yox. Bu bir zərurətdir. Yəni o qədər bilik toplayıb ki, artıq o yükün altında əzilir və məcburdur ki, gəlib bunu insanlarla paylaşsın. Bax bu, onun bəşəriyyəti dəyişdirmək üçün atdığı o ilk cəsarətli addımdır. Və budur onun bütün fəlsəfəsinin özəyi. Tək bir cümlədə, insan aşılmalı olan bir şeydir. Yəni biz hələ son mərhələ deyilik. Təsəvvür edin, biz meymuna necə baxırıqsa, gələcəyin fövqül insanı da bizə elə baxacaq. Aşılması gərəkən bir pillə kimi. Amma səhv başa düşməyin, bu bir təhqir deyil. Tam əksinə, bu bizim potensialımıza bir çağırışdır. Beləliklə, Zərdüştün enişi başlayır. Amma o, insanlara təsəlli verməyə, başlarını sığallamağa gəlmir. Heç də yox. Onun missiyası çox daha radikaldır. O deməyə gəlir ki, siz son deyilsiniz. Siz sadəcə daha uca bir varlığa aparan bir körpüsünüz. Yaxşı, bəs bu körpünün o bir ucunda nə var? Gəlim, baxaq. Zərdüştün baxışı deməli çox kəskindir. O deyir ki, insan bugünkü halı ilə bir gülüş hədəfidir, hətta üzüntülü bir xəcalətdir. Amma bu hələ son deyil. Fövqəli insan isə gələcəkdir. O, yer üzünün əsl mənasıdır. Köhnə dəyərləri darmadağın edib, öz həqiqətini yaradan bir varlıq. Fərqi görürsünüz. Biri körpüdür, digəri isə o körpünün apardığı məqsədin özü. Yaxşı, bəs kimdir axı bu fövqəli insan? Dayanın, ağlınıza dərhal komikslərdəki super qəhrəmanlar gəlməsin. Yox, Nietzsche'nin hədəfi heç də fiziki güc, uçan-qaçan biri deyil. Məsələ tamamilə başqadır. Söhbət yeni bir ruhani, fəlsəfi zirvədən gedir. Fövqəli insanın əsas fərqi bilirsiniz nədir? O bu dünyadan üz çevirmir. Tam əksinə, onu bütövlüklə, var gücü ilə qucaqlayır. Başqalarının ona bu yaxşıdır, bu pisdir deməsini gözləmir. Öz dəyərlərini özü yaradır. Bax bu, həyatın özünə deyilən ən böyük, ən cəsarətli hədi. Yaxşı, hər şey aydındır. Bəs niyə biz bu potensiala çata bilmirik? Bizə nə mane olur? Zərdüştə görə yolumuzun üstündə dayanan bir neçə böyük düşmən var. Gəlin indi bu maneələri, bu düşmənləri bir-bir tanıyaq. İlk düşmən dövlət. Zərdüşt ona heç də yaxşı ad vermir. Deyir ki, o ən soyuq bədheybətdir. Niyə? Çünki dövlət fərdiliyi əzir. Mən xalqam deyə yalan danışır. İnsanları aldadır və onları bir sürü halına salaraq bütün yaradıcılıqlarını məhv edir. İkinci düşmənimiz isə bazar, yəni kütlənin özü. Elə bir yer ki, orada insanlar səskü ilə, cəldi gedər dəblərlə idarə olunur. Həqiqi dəyərlər bir kənara atılır, əvəzində anın müvəqqəti təlxəkləri alqışlanır. Təbii ki, belə bir mühitdə fərdi səs, orijinal fikir boğulmağa məhkumdur. Və gəldik üçüncüyə, bəlkə də ən təhlükəlisi budur. Bu həyatı, bu bədəni inkar edənlər. Zərdüştə görə ənənəvi əxlaq və din kimi qurumlar insanları xəyali bir o biri dünya ümidi ilə zəhərləyir və bununla da onların bu dünyaya, bu həyata olan sevgisini öldürürlər. Bu, Zərdüştün gözündə həyata qarşı edilə biləcək ən böyük xəyanətdir. Yaxşı, bu qədər düşmən var. Bəs bunlara qarşı necə mübarizə aparaq? Zərdüştün cavabı ruhun təkamülündə görür. Yəni o bizə özümüzü yenidən yaratmaq üçün keçməli olduğumuz 3 mərhələli bir mənəvi səyahət təklif edir. Deməli, bu təkamül 3 addımdan ibarətdir. Ruh əvvəlcə bir dəvəyə bənzəyir. Bütün ənənələrin, bütün borcların ağır yükünü səbirlə çiynində daşıyır. Sonra o şirə çevrilir. Azadlıq üçün bütün o sən etməlisən deyən əjdahaya qarşı üsyan edir. Amma son məqsəd, ən ali mərhələ uşaq olmaqdır. Məsum, yaradıcı və həyata heç bir tərəddüd etmədən bəli deyə bilən yeni bir başlanğıc. Və indi gəlib çatdıq Zərdüşt fəlsəfəsinin zirvəsinə. Onun ən ağır sınağına. Bu, elə bir imtahandır ki, insanın həyata olan sevgisini son damlasına qədər ölçür. Bu sınağın adı əbədi qayıdış.
İndi bir anlıq təsəvvür edin, bu yaşadığınız həyatı, bütün sevincləri və kədərləri ilə, hər bir detalı ilə bir dəfə yox, saysız hesabsız dəfə yenidən yaşamağı arzulaya bilərdinizmi? Eynilə, heç bir dəyişiklik olmadan. Bu fikir sizi dəhşətə gətirir, yoxsa sevindirir? Bax, Zərduşta görə bu sualla bütün qəlbi ilə bəli deyə bilən insan həqiqi fövqəli insandır. Zərdüşt bu fikri o qədər dərinləşdirir ki, hətta ay işığında sürünən bir hörümçəyi misal çəkir. Deyir ki, həyatın ən kiçik, ən adi görünən anı belə əbədi dövranın bir parçasıdır. Bu fikir əlbəttə ki, insanın məsuliyyətini qat-qat artırır. Düşünsəniz, əgər hər anınız əbədi olaraq təkrarlanacaqsa, o zaman indiki anı necə yaşamalısınız? Amma bütün bunlardan sonra Zərdüşt bizə hazır reseptlər, hazır cavablar vermir. Əsla. O, sadəcə bir çağırış edir. Öz yolunu göstərir və sonra hər kəsi öz yolunu tapmağa səsləyir. Çünki o bilir ki, hamı üçün keçərli olan tək bir doğru yol yoxdur. Əsl yol hər birimizin özü üçün yaratdığı yoldur. Və sonda o, hər birimizdən soruşur. Bu, mənim yolumdur. Bəs sizin yolunuz hanı?